Hər vaxt xeyir olsun, dəyərli qrup üzvləri, Telegram kanalının üzvləri. Sabahınız xeyirli, həftəniz xeyirli olsun. Demək biz keçən həftənin cümə günü, yəni xəbərə bu dediyimiz kimi birinci gün qapla açıldı. Qapı bağladım. Təbii ki, Telegram kanalında tam olaraq yuxarıdır. Və bugün bu həftənin 3-cü günə qədər yuxarı doğru istiqaməti gözlənilir. Amma satış əməliyyatlarına gəldikdə tam olaraq satış əməliyyatları, yəni gözləməliyik ki, 4880-dən aşağı formalaşsın ki, tam olaraq satış moduna keçsin. Amma dönüş nöqtələri nəzərinizə çatdırım. Dönüş nöqtələri bugün 4940-lar, 4930-lar dönüş nöqtəsi kimi qeydə ala bilərsiniz. Amma alış əməliyyatlarımız bugün yenidən hansı nöqtələrdə gələcək? Yəni 5045-dən sonra yəni alış əməliyyatları icra edə bilərsiniz. Təbii ki, biz bunu Telegram siqnal kanalında dərc edərik. Hansı nöqtələrdən biz alışlar verərik və bu da ən azından yəni qısa bir zaman ərzində yəni 20 dollarlıq bir qalxışla 25 dollara, hətta yəni 50 dollarlıq bir qalxışla yəni gözlənilə bilər. Keçək biz əslində yəni qızılın və gümüşün deyək ki, tam olaraq sürətlə yuxarı doğru yenidən gedəcəyi, yəni 5200-lərə, 5300-lərə gedəcəyi biraz hələ ki sual işarəsi altındadır, sual altındadır. Gümüşə gəldikdə isə gümüşün də hədəfi deməli 83500-dür. Yəni gümüş də deyim ki, tam olaraq start götürüb qalxmağa yox. Yəni belə bir güclü bir hələ sıçrayışı yoxdur. Yəni xırda-xırda bunlar qalxırlar və 1-2 şama bundan daha qalxmasından daha çox enə bilər. Ona görə biraz ehtiyatlı olun. Gümüşdə bildiyiniz kimi vəziyyət o qədər də yəni əməliyyat açanda o qədər də yaxşı deyil. Çünki 1-ə 5 hesablayır punktlarla. Ona görə gəliri də çoxdur, gediri də çoxdur. Yəni alışlar qısa müddətlilər üçün yəni bugün 82-300-lərdən gəlsə, yəni 82-500-lərə qədər yüksəlməsi gözlənir. Əsasən 82-550-dən yuxarı formalaşandan sonra yenidən deməli 87-lərə qədər yüksəlməsi gözlənir. Satış əməliyyatları çox rahat bir şəkildə 78-500-lərdən icra etməyə dəyər. Bitcoin-ə gəldikdə isə Bitcoin biz demişdik ki 57-lərə qədər gedəcək, yəni 60-lara qədər gəldi. Və şənbə bazar günü biraz yüksəlişlər müşahidə olundu. Bugün nələr baş verəcək? Yəni bugün biz nələri gözləməliyik ki, hansı nöqtələrdən alış əməliyyatları verir? Yəni alış əməliyyatları 71.995-dən verə bilərik, satışlar isə rahat bir şəkildə 69.445-lərdən verə bilərsə. Ethereum-a gəldikdə isə Ethereum də neytraldır. Demək, yəni bugün alış və satış əməliyyatlarını nəzərinizə çatdırın. Alışları siz 2205-dən, satışlar isə 1960-lardan verə bilərsiniz. USD Yapon yeni, yəni ümumi olaraq, gəlin biz belə deyək, ümumi olaraq yəni yuxarı doğru istiqamətini davam etdirmək istəyir, güclənmək istəyir. USD Yapon yeni də hal-hazırda gördüyünüz kimi üçbucaqda da, yəni vaxt çatdırmaq olmur. Bunu biz YouTube kanalında da yerləşdiririk. Konkret rəqəmləri biz siqnal kanalında paylaşırıq. Funtun olan rəqabəti də baxmayaraq ki, yəni yüksəlmişdir, hələ ki down trenddədir 4 saatlıq zaman intervalında. Müqavimət xəttlərini qırandan sonra yüksəlişə doğru imza atacaq. Eləcə də evro dollarda eyni vəziyyətdədir. Funtun Yaponiya rəqabəti ümumi istiqaməti yuxarı, funtun franka olan rəqabəti üçbucaq içindədir. Yəni hələ ki aşağı doğru istiqamətlə davam edir. Alışlar 1.05 674-lərdən sonra gəlir. S&P ümumi istiqamət yuxarıda Wimple yaradır və qarşıda güclü bir eniş gözlənilir. Nasdaq-a gəldikdə isə, yəni üçbucaqda artıq yəni qiymətin yenidən 24061-lərə enməsi gözlənilir. DAX-da da yəni Wimple kimi biz qeydə ala bilərik. Yəni bu da yaxın gələcəkdə Dow Jones-da da yəni maksimum 50.475-lərdir maksimum. Buna yuxarı formalaşması yenidən alışlara yol açacaq. Amma bu ay üçün
Dow Jones, DX, yəni DAX, Nasdaq və S&P, yəni korreksiyalardan, aşağı korreksiyalardan müşahidə olunacaq. Belə əzizlərim, yenidən qızıla qayıdırıq. Qızılda nələr olacaq? Qızılda yəni alış əməliyyatlarımızı biz bir də yəni sizə deyək, demək, hardasa 5045-lərdən yəni alış əməliyyatları icra etməyə dəyər. Yəni ondan öncə yəni baxmaq lazımdır. Bizim şəxsən mənim nəzərim əsasında siz nə etməlisiniz? Gözləməlisiniz ki, bir şam bu xətti kəsməlidir. Yəni gördüyünüz kimi bu xətti bir şam kəsməlidir. Növbəti ikinci dəstək şamı əvvəlki şamdan 100 pips yuxarı doğru istiqamət almalıdır ki, biz alış əməliyyatlarına üstünlük verək. Yəni ən azından bu alışla 20 dollar, 30 dolları bir gəlirlə bazardan çıxa bilərsiniz. Belə əzizlərim, özünüzə yaxşı baxın, sağ olun, görüşmək ümidi ilə. Biz Telegram kanalına keçirik, orada rəqəmləri bütün valyutalar üzrə qeyd etməyə başlayırıq.